Ermənistanın baş naziri Nikol Paşinyan yenidən danışdı. Yenə sülhdən, qarşılıqlı hörmətdən, təxribatlara uymamaqdan bəhs etdi. Amma bu dəfə çıxış məkanı daha fərqli idi. İrəvan Dialoqu Beynəlxalq Forumu. Baş nazirin bu dəfəki çıxışında açıq və bir qədər də iddialı ifadə yer aldı. Ermənistanla Azərbaycan arasında uzun müddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır. Lakin reallıq ondan ibarətdir ki, Ermənistanın dövlət siyasəti hələ də bir çox hallarda Paşinyanın sülh mesajlarına uyğun deyil. Baş nazirin çıxışındakı önəmli məqamlardan biri odur ki, o sülh müqaviləsini müşayiət edən sənədlərdən danışır, lakin bu sənədlərin konturlarını izah etmir. Paşinyan forumda açıq şəkildə bəyan etdi ki, təxribatlar baş versə belə yeni müharibə olmayacaq. Yəni, hökumət rəhbəri sülhə əngəl törədəcək təxribatları istisna etmir. Bu cümlə öz-özlüyündə mühüm xəbərdarlıqdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də Ermənistan baş nazirinin İrəvan dialoqu zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib ki, Paşinyanın sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur. Paşinyanın bizim yolumuz sülhdür cümləsi yalnız o zaman inandırıcı görünəcək ki, bu yol siyasi iradə və ictimai konsensusla müşayiət olunsun.